Luis Suarez'in Norwich attığı golda topun trayektoriyasına fikir verin. Bu cür parabolik trayektoriyanın yaranma səbəbi nədir? Təbii ki, ağırlıq qüvvəsi. Amma necə? Zərbə endirildikdən sonra top həm irəli gedir, həm də yuxarı doğru qalxır. Ona görə də topun sürət vektorlarından biri yuxarı doğru, digəri isə üfüqi istiqamətdə yönəlir. Yer üstündəki hər bir cismə yerin mərkəzinə doğru yönəlmiş ağırlıq qüvvəsi təsir etdiyindən top da bu qüvvənin təsirindən qaça bilmir. Aşağı doğru yönələn ağırlıq qüvvəsi şaquli sürət vektorunun əksinə istiqamətlənib buna əks təsir göstərir. Nəticədə bu sürət azalır və nəhayət sıfırlanır. Yuxarı qalxma dayanır, amma üfüqi sürət vektoruna ağırlıq qüvvəsi təsir etmədiyindən top bu nöqtədə yerə düşmək yerinə hərəkətinə davam edir. Lakin ağırlıq qüvvəsinin təsiri ilə top aşağı enməyə çalışır və bu cür parabolaya oxşar hərəkət yolu yaranır. Üfüqi sürətə ağırlıq qüvvəsi təsir etmir deyə onu azaldan bir şey yoxdur desək düz olmaz. Çünki bu sürətə havanın müqavimət qüvvəsi təsir göstərir və müəyyən dərəcədə onun qiymətini azaldır. Amma trayektoriyaya bu formanı verən əsas səbəb ağırlıq qüvvəsidir. O olmasaydı qol da olmazdı və Suarez də bu cür sevinə bilməzdi.